Asko Arenada oyunlardan öncə təşkil olunan açılış mərasimində əvvəlcə meydana iştirakçı ölkələrin komandaları dəvət olunub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Dünya Amputant Futbol Federasiyasının prezidenti Mateusz Widlak çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Rəsmi hissənin ardından sonra tədbir bədii hissə ilə davam edib. Jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov yarışın Azərbaycanda ilk dəfə təşkil edildiyini bildirib. Bu, Azərbaycanda keçirilən ilk belə turnirdir. Biz Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə bir yerdə son 2 ildən bir qədər vaxt ərzində bu mövzu ilə məşğul oluruq və bu illər ərzində qısa müddətdə olsa, amma Azərbaycan yığma komandası formalaşdırılıb. Milli komanda üzvlərimizin çox hissəsi mina qurbanlarıdır və çox hissəsi müharibə dövründə xəsarət almış insanlardır. Sözsüz ki, bu komandaların yaradılması, milli komandanın yaradılması onların cəmiyyətə reinteqrasiyası üçün çox mühüm əhəmiyyət kəsb edir. Oyunlara gəlincə, C divizyonu çərçivəsində keçirilən açılış maçında meydana Azərbaycan və Belçika yığmaları çıxıblar. Qarşılaşma millimizin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Fərhad Əyyubov dubl edib. Digər qolu isə Sənan Hacıyev vurub. Seçməmiz növbəti görüşünü bugün İsrailə qarşı keçirəcək. Ötən gün oynanan digər 2 görüşə gəlincə, Ukrayna İsraili 2, Niderland isə Belçikanı 5 cavabsız qolla məğlub edib.